mağazana girdim, gördüm İlham müəllimin əsərləri, İlham Əliyev əsərləri 100-cü cild. Vallahi məhtəl qaldı. Axı İlham müəllim, axı sənin əsər kitab yazmağa 100 cild vaxtın yoxdur. Sənin buna imkanın yoxdur. Sən harda ki 100 cild əsər yazmaq üçün gərək gedib harasa çəkiləsən, illərlə oturasan, gecə gündüz yazasan, 100 cild əsər düzəlləsən. Amma sənin düzülüb, hətta deyirlər 130 cilddir. Axı, ay əzizim, axı sən harçan vaxt tapdın bu əsərləri yazdın. Heç bunu fövqəl insan da belə şeyi bacarmaz. Heç Allah da belə şeyi bacarmaz. Axı bu nəyə lazımdır? Birinci növbədə ona görə ki, Şamov, bizim ölkə başçısı əlində bir kitab hələ görünmüyor. Hələ baxmayaraq özünün 100 cild